Bax, Azərbaycana gələn Çin avtomobillərin, deyirlər ki, yağı dəyişilməlidir. Bu hal-hazırda Çanqandır Q5, ili də 2024. Bu yağından 2025. Yağından da nümunə götürəcəm indi, detektorla da yoxlayacağım. Baxın, neçə faiz bunun zəifləməsi var və yaxud da ki, yağlıq dərəcəsi nə qədərdir. Buradan da nümunə götürəcəm sizə. Baxın, diqqət eləyin. Bax, detektorla da yoxlayacağım, həmin yağı. Bunu da nəyə görə şupun yerinə sala bilmədim? Şupları həddən artıq nazikdir. Şupun yerindən keçmədi. Altdan nümunə alıb oradan yoxlayacağım. Gətir. Yaxşı, hal-hazırda detektorumuzu işə salaq. Gətir bura. Gətir, qoy bura. Ay, sof, qoy bura. Bəyəm, bura. Qoy bunun üzərinə. Ay, sağ ol. Yaxşı, yoxlayaq. Hal-hazırda bax, həmin mühərrikdən nümunə götürdük yağdan. İndi detektorumuzdan yoxlayacaq. Bax, bu da qazalindir, benzin üçündür. Dizeldə də dizel üçün yazır. Nə edirik? Vurduq yoxlamaya. Baxa görə yağın neçə faiz yapışqanlığı var. Heç 1000 kilometrdə getməyib bu avtomobil. 80%, görsən, 80% yağlılığı, yəni özürlülüyü yerindədir. Bu yağı heç bir halda dəyişməyinə dəyməz. Ən azı 5-7 min kilometr sürdükdən sonra dəyişmək olur. Gördünüz? 80% yağın keyfiyyəti yerindədir. Bax, hal-hazırda da yağı da sizə də əlimdə də göstərə bilərəm. Baxın, bax, tam normaldır. Bax, gördün? Bax, yağ da tam normasındadır. Ay, Çin maşını yağı, motor gəldisə bura dəyişin, tez dəyişin. Hamısı mifdir. Hər kəs öz cibinin qazancı üçün sizə deyir. Heç bir halda da dəyişməyin. Ən azı 5000-7000 kilometr sürdükdən sonra dəyişərsiniz. Diqqətinizə görə çox sağ olun.